Və yaxud da rəvayətlərimiz var məsumlarımızın ki, Quranın təhrif olması barəsində. İmam Peyğəmbər hamısı gəliblər ki, Quran-Kərim təhrif olmayıb. Burada izahlar var, hədislər var, mən bəhsini qeyd edəcəm. İmam Kazim 7-ci amımızdan əleyhissalam sual soruşur. Məhəmməd ibn Fəzl adında bir şəxs Səhv surəsinin 8-ci ayəsi barəsində. Nədir ayə? İnnəmə yuridun liyutfi'u. Onlar istəyirlər ki, söndürsünlər ağızlarının küləyi ilə. Deyir, nəyi? Bura yoxdur nəyi. İmam deyir ki, vilayət-i əlini. Bu ayə deyil, ayənin deyir nədir? Təfsiridir. Allahın nuru, yəni ki, öz ağızların pilənməsi ilə istəyirlər ki, bu ilahın nuru söndürsünlər. Deyir, nur nədir? İmam deyir ki, nurdan məqsəd əliyin vilayətidir. Deyir, bəs orada var ki, vallahu mutimmu nurihi. Allah öz nurunu tamam eləyər. Nədir məqsəd? İmam deyir ki, mutummül imamə. İmamətin hamısını tamamlayacaq. Onlar sev məsələlərdə. Və yaxud da Tağabun 9-cu ayədə bu ki, fəəminu və oxudu billah və rəsuli, iman gətirən Allaha, Peyğəmbərə və nurilləzi ənzəlna və nazil etdiyimiz nura. Bilə ki, məqsəd bu nədir? O, vilayətdir. Səhv 9. Yuzhirəhu aləl-ədyan ələ-dinin kulli ayəmiz var. Və kərəhələ müşrikun, müşriklərin acığı gəlsə belə Allah Taala öz dinin tamamlayacaq. Deyir, burada nə deməkdir? Səhv 9. İmam deyir ki, liyuzhir aləl-ədyan ində qiyamil qaim. İmam Zamanın gəldiyi vaxt dinlərə İslam dininin qalib olması mənasında. Səhv 8-ci ayə. Burada həmçinin səhv 8-ci məqsəd o dedik ki, nədir? Vilayət-i əlidir. Nur nədir? Nur vilayətdir. Və bunun üçün də 8-ci ayə Tağabun surəsinə şahidlik gətirmişdir. Bunlar hamısı nə üçündür? Ayələrə izah olan bir təfsirlərdir. Məsələn, Dəhr surəsi var. İnsan dili də, İnsan surəsi və ya Həl Əta surəsi 23-cü ayədə deyir ki, Nəzzəlnə aleykəl Qur'anı tənzila. Deyir, biz göndərdik Quran-Kərimi tənzillə, nazil olma. Deyir, burada nazil olmadan məqsəd deməli imamətin vilayətidir. İmamətin şəxsi yox, nəinki biz Quran-Kərimimizi göndərdik və imamımızı göndərdik. Yox, dedi, o nazil o ünvana deyil. Nazil olmaq o ünvana deyil. Çünki nazil dedik, düşür dəmirə, geyimə, filana. Bunlar düşür nə? Peyğəmbərə düşür, göndərdik ifadəsi. Deyir, ayəmizdə Dəhr 23-cü ayədə olan Nəzzəlnə aleykəl Qur'anə göndərəsən Quran-Kərimizə tənzilən, nazil olan formada, nazil olan. Yəni, burada məqsəd deyir, əlinin vilayəti, imamətin vilayətidir. Yəni ki, həm Quran, həm də deməli bir qanun olaraq mən Allahın qanunu budur ki, Quran və əhli beyt. Quranı əlinin vilayəti barəsində nazil etdik. Quranı əlinin vilayəti barəsində nazil etdik. Burada qeyd olunub Üsul Kafi kitabında. Digər sübut, təhrif olsa, surə barəsində o qədər şey var, savablar. Bu surə oxusan, bu da savab var, mükafat var və onlar hamısı düşəcək qüvvədən. Fatihə oxuyan, bu da savab qazanır. Kim olsa Nas surəsi, bu da savab qazanır. Quran-Kərim barəsində qeyd olunan bu qədər surələrin oxunması barəsində savablar hamısı olacaq. Heç nə və o surənin içərisində, o ayənin içərisində Quranda nə qədər hökmlər var. Dəstəmaz elə, qüsub elə, hamısı olacaq, heç nə. Əgər təhrif olubsa, deməli biz namazımız, orucumuz, həcimiz hamısı boş və batil. Təhrif hədisi Cəbrailin gətirdiyi Quran imam zamandadır. Cəbrailin gətirdiyi. Yəni, deməli, niyə mən bu adın təhrif hədisi? Yəni, belə anlayırlar ki, Cəbrail gətirdiyi Quran ki var idi Peyğəmbərə. Sonra onu Əl-İslam saxladı özündə filan, oxumuş İbn Açıq, Quran-Kərimin cəmmiyyosunda.
Bir hədis var ki, həmin o Quran imamın zamanındadır. Bunlar belə anlayıblar ki, o Quran başqa Qurandır, bu Quran başqa Qurandır. Yox, elə deyil. Sadəcə o tərtibin bir fərqi budur ki, əvvəl mən keçib danışmışım sizə ki, 12-ci amız gələndə məsələn belə Quranla, indiki Quranla bəzi fərq görəcək. Fərq heç bir cəhətdən fərq yoxdur. Bir fərq nədədir? Peyğəmbərin dövründə nəcür gəlmiş 1-ci Ələq surəsi, düzdür? Nazil olma ardıcılığı ilə də o Quran. Vəssalam, başqa fərqi yoxdur. Bəzi bu hədisi oxuyub, eşidib ki, bəli, Peyğəmbərin dövründə olan Quran-ı Kərim indi hal-hazırda imamın zamandadır. Bu İmamımız 12-ci amız gələndə bununla ondakı fərq olacaq. O fərq sözündə anlayır ki, indiki Quran-ı Kərim tərif olub. Deyir ki, yox, onun fərqi yoxdur. Bir də bu ki, necə nazil olub, elə o vaxt yazılıb. Təhrif hədislərindən məqsəd, yəni insan onu səhv təfsir edirlər. Nəinki əsl təhrif mənasında. Yəni bilməna oxumuşuq da. Təhrifi bilməna. Məna cəhətindən səhv yozurlar. Bu mənanın səhv anlamaqlıq var. Nəinki kəlmənin özü dəyişilib. Kəlmə dəyişilməyib. Məsələn, bu adam bu sözü səhv anlayır, deyə səhv danışır. O, onun problemidir. Məna cəhətdən səhv izahlar deməkli, bu demək deyil ki, Qurana bunu deyir. O səhv anlayır, deyə səhv izah edir.